Herkese salam, kanalıma xoş gəldiniz. Bir aydır keçməyən boğaz ağrısı xəstəliyi ilə səsim yenə biraz qəribə gələ bilər. Nəysə, bugün keramika kursuna gedirəm və istədim ki, bir video çəkim. Təxmini evdən çıxmağıma yarım saat var. Həm hazırlanıb paltarımı geyinməliyəm, həm də oraya gedəndə nə hazırlayacağam, onu əvvəlcədən seçməliyəm ki, orada vaxtım getməsin. Keramikada biz 2 saat qalırıq və 2 saat ərzində nə eləyə bilsək eləyirik. Ondan sonra bir sonraki dərsə gedib yenə quruyanları şkulka eləyib və sonra boyayırıq. Daha sonra isə bişir və hazır olur. Hətta əvvəlcədən elədiyim bir sürü şey var orada. Çoxdan da yığılıbdı. Hazırdır hamısı, sadəcə götürməliyəm. Onlara da çox həyecanlıyam ki, necə alınıb falan. Onları götürəcəm. Nəysə, bugün mamam üçün bir şeylər eləmək istəyirəm. Oğlum üçün eləmişdim, özüm üçün eləmişdim. İndi mamam üçün də bir şeylər eləmək istəyirəm. Görək indi nə eləyəcəm. Pinterestə girib baxacağam. Amma ondan əvvəl istəyirəm ki, hazırlanım, hazır durum və getmədən əvvəl də biraz evi yığışdıracağam ki, mən gələnə kimi robot süpürgə evi süpürsün. Bu arada mikrofonu almışdım, ancaq Bluetooth-da səsi yaxşı qoşa bilməmişdim deyə telefona taxılan aparatımı da aldım. İndi isə bugün ilk dəfə mikrofonla video çəkirəm. Bilmirəm səsim necə çıxacaq. Nə geydim deyə kara düşündükdən sonra bunlara qərar verdim. Həm rahatdır, sadəcə çöldə hava yağışlıdır və biraz soyuq ola bilər. Orada da bəzən soyuq olur, bəzən isti olur. Çünki bəzən fırın işləmiş olanda otaq isti olur. Bəzən də fırını soyuq olanda otaq da soyuq olur. Çünki qızdırıcı yoxdur orada. Ona görə üşüyərəm deyə düşündüm. Amma belə geyindim, bilmirəm. İndi tez evi hazırlayacağım. Bu arada biraz həddindən artıq çox düşündüyüm üçün evdən çıxmama 15 dəqiqə qaldı. Həm özümü hazırlamalıyam, həm də evi hazırlamalıyam ki, gələnə kimi robot evi süpürsün. Bu işləm də tamam. Tezcə yığışdırdım, hər şeyi yuxarı qaldırdım. Getmədən və ya evdən çıxdıqdan sonra aplikasiya ilə robotu açacağam. Süpürsün mənim gəlinim mən gələnə kimi. Tam hazırlanırdım ki, birdən zəng gəldi ki, keramika, yəni kurs olan yerdə işıq yox imiş və qaranlıq imiş. Ora istəyirsiniz gələn həftə gəlin falan deyiblər. Biz də buradan qızlarla gedəcəkdik. Nəysə qaldı, amma mənim üçün bir şeyə adaptə olmaq çox çətin olur. Artıq beynim oradaydı. Bu günümü elə planlamışdım. İndi isə bu günümü fərqli planlamalıyam, amma bir anda mənim üçün çətin oldu bunu. İndi boşluğa düşdüm sanki. Və son güncəlləmə edirəm. Yenə evdən çıxıram. Qızlar əslində üçümüz də hazırlandığımız üçün hazır idik. Yəni evdən çıxmamıza artıq 5 dəqiqə qalmışdı. Sonra qızlar dedi ki, gəlin bir kofe içək. Madəm hazırlandıq, gedə bilmirik. İndi qızlarla birinin evinə gedirik. Çək. Və kitabı aldım yanıma. Bu kitabı əslində oxuyub bunun üstünə müzakirə eləyəcəyik. Üçümüzdə də var. Artıq çıxıram evdən. Bu yağmurluğumu aldım. Çünki yağış yağır, ıslana bilərəm. Çıxıram evdən. Gəlinim də evi süpürür. Kitabı da broşalların içine koydum. Yağış da kəsibmiş. Hava çox gözəldir. Ay, hafta quşların sesi falan. Qonşum belə bir glutensiz ıslaq kek edib, amma normal ıslaq kekdən heç bir fərqi yox idi. Çox dadlı idi. Təxmini 3 saat keçdi. Çox gözəl vaxt keçirdik. Çox gözəl söhbətlər etdik. Bizim söhbətlərimiz çox dərin olur. Nəysə, indi gəldim evə. Yemək qızdırıram, yemək yeyəcəm. Ondan sonra isə bilmirəm nə edəcəm. Bəlkə oğlumu mən gedib almalı ola bilərəm bağçadan. Hələ dəqiq deyil. Belə evdə əslində bir dənə sifarişim var. Sabaha çatmalıdır. Onu çıngırağını örməliyəm. Onu bəlkə də örərəm. Axşamda yenə başqa qızlarla oturacağıq. Biraz geç saatda amma uşaqlar yatdıqdan sonra. Baxaq, görək necə olacaq. İndi hələ ki evdəyəm. Əslində bu vlogu açmamın səbəbi keramika kursunda bir günümü göstərmək idi. Çünki keramikada maraqlı ola bilər deyə düşündüm. Amma qismət deyilmiş. Həftəyə yenə bu günü yazdırdıq. Amma görək, qismət dediyim kimi. Mənə soyuq dəyəndə qonşularım mənə ıxlamur vermişdi və ıxlamur çayı dəmləmişəm. Nəsə son zamanlar bitirənə qədər bunu dəmləyirəm həmişə. Rəngi möhtəşəmdir. Həqiqətən çox gözəl rəngi var bu çayın. İndi buraya gəldim. Biraz işlərimdən həll eləyəcəm.
En azından bugün də nəsə iş görmüş olum. Əslində işlərim çox deyil, sifarişlər falan da var. Amma hələ vaxtına var deyə indidən etmirəm. Sonra üstümə yığılanda hamısını yenə son günə hazırlayanda yenə təşvişə düşüb özümü zorlayacağım. Neyse, indi bir dənə ayım var. Onu əslində bavulun içində saxlayırdım. Onu gətirəcəm və onun bənzər rəngində çıngıraq örməliyəm. Həqiqətən bugün heç bir şey eləyə bilmədim. Evdən çıxanda həmişə o günü yenidən bir şey üçün özümü alıştıra bilmirəm. Neyse, ayımız budur. Bu ayıya uyğun çıngıraq eləyəcəm. Ona ən bənzər ip də budur. Bununla. Hətta başladım, amma hələ ki bir şey öyrə bilməmişəm. Bugün nəsə özümü heç bir şey eləyəsim gəlmir. Ümumiyyətlə son zamanlar beləyəm. Çox adaptə ola bilmirəm işimə. Amma ümid edirəm ki tez vaxtda bu vəziyyət düzələcək. Şirin şey səni. Sadəcə bu qədər öyrə bildim. Bugün neysə iş barədə yaxşı deyiləm. Dediyim kimi son zamanlar heç yaxşı deyiləm. İndi isə yemək hazırlığına başladım. Belə ocağım da yenə həmişə kimi həmən kirləndi. Burada çorba eləyəcəm. Qarışıq bir çorba. Çünki çoxdandır sulu yemək eləmirəm. Neçə gün yəni quru eləyirəm. Burada da qreçka eləyəcəm. Biraz da ölsün soğanlar. Qreçkanı dökəcəm. Burada da kartof və zərdə. Bir də beləsi xırda makaronlardan eləyəcəm. Yeməklər bişənə qədər mən də oturub biraz örgümü örəcəm. Bu arada çöldə hava da çox yaxşı oldu. Bugün əslində axşama qədər yağış göstərirdi, amma indi günəş çıxıb, hava qəşəngdir. Quş cıvıltıları, çiçək, böcək. Hal-hazırda axşamdır və axşam partisinə gedirəm. Su aldım marketdən və oturacağıq. Bu arada yeməkdən sonra biraz yürüyüşə falan çıxdım. Doğru geldim. Yemekten sonra biraz yürüyüşe falan çıktım. Oralarda çekmek yadımdan çıktı. Şimdi ise geldim koşuya oturmaya. Ben öyle mi yaptım? Evet, bir tane daha yaptı. Bu da biraz soğudu ama. Bu da var. Bu da aynı Şu ama ellerinden. Ya suyun çok az senin. Şöyle önüne doğru şey vereyim. Ha, bunu koy. Ne yapıyorsun kız sen? Sen ne tarafa vlog mu çekiyorsun? Ay sesini kapat, tamam mı? Sen ne tarafa geçiyorsun ya? Ben şu şey... Buradan sonra videonun sonunu çəkməmişəm. Ona görə rastgele bir görüntü qoyub sizinlə sağollaşmaq istedim. Bugün belə keçdi. Əslində qısa bir video oldu, amma plansız bir gün idi. Videomu izlədiyiniz üçün təşəkkür edirəm. Kanalıma abunə olub mənə dəstək olsanız çox sevinərəm. Bir sonraki videoda görüşərik. Sağ olun.